Xədicə, mikrofonu görüntünü açıb alamsan. Bəy. Sən mənə də görün, bitkinin vegetativ orqanlarına nələr aiddir? Bitkinin vegetativ orqanlarına kök, gövdə, bir də yarpaq aid. Bəs generativ orqanlarına? Çiçək, toxum, bir də meyvə. Aha, düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə də görüm, bu orqanları əmələ gəlmə ardıcıllığı ilə eralar üzrə mənə de. Buyur mənim balam. Eralar üzrə müəllim. Bəli. Demək gövdə ilə yarpaq ilk dəfə Paleozoy erasında Paleozoy erası orta dövr idi deyəsən. Mamırlardan əmələ gəlmişdi. Devri mənim balam, Ordovik, Paleozoy erasının Ordovik devrində. Ordovik dövrü, bəli, mamırlardan əmələ gəlmişdi. Aha. Sonra əlavə köklə yan kök əmələ gəlmişdi planlarda. O da Paleozoy erası Silur dövrü idi. Aha. Sonra toxumla əsas kök əmələ gəlmişdi. Buna ilk çılpaq toxumlar, bir də toxumlu qıclarda deyirdik. Bəli, Bu da Paleozoy erası Devon dövrü idi. İlk çılpaq toxumlu, bəli, bu da Paleozoy erası Devon dövrü sonra. Bəli. Bir də çiçəklə meyvə əmələ gəlmişdi. İlk dəfə örtülü toxumlu bitkilərdə əmələ gəlmişdi Mezozoy erası Təbaşir dövründə. Aha. Deməli, bir də çiçəklə meyvə, çiçək sonda meyvə. Bu da Paleozoy erası, Mezozoy erası. Mezozoy erası Təbaşir dövründə mən örtülü toxumlu bitkilərdə deyirdik. Düzdür. Yaxşı, kökün əsas funksiyası nə oldu? Kökün əsas bir neçə funksiyaları var əslində. Say görüm. Kökün əsas funksiyalarına aiddir dayaq funksiyası. Əsas funksiyalar dayaq deyirdik, sorucu bir də ötürücü funksiya deyirdik. Bir də əlavələri var idi. Aha. Dayaq funksiyası nə deməkdir? Bitkini torpağa bərkidir kök. Ona dayaq funksiyası deyirik. Sorucu funksiyası nədir? Torpaqdan su və mineral maddələri sorur, ötürücü borular vasitəsilə bitkinin digər hissələrinə ötürür. Düzdür. Bəs yaxşı, deməli, ötürücü funksiyası dedi, sorucu funksiyası torpaqdan suyu və mineral maddələri sorur. Bəs ötürücü funksiyası? Ötürmə deməm, ötürücü borular vasitəsilə bitkinin digər hissələrinə sorduğu su və mineral maddələri ötürür. Düzdür. Bir də əlavə funksiyalar var. Aha, doğrudur, tamamilə doğrudur. Zoğ nədir? Zoğ müəllim bitkinin cavan hissəsi idi. Üzərində yarpaq və tumurcuq olan cavan hissəsidir. Bitkinin cavan hissəsi, bəli. Yaxşı, sən mənə de görüm, belə deyək ki, yarpağın əsas funksiyaları nələrdir? Bir də deyə bilərsiniz, mən Yarpağın səsinizi əsas eşitdim. funksiyaları nələrdir? Yarpağın əsas funksiyaları bir dəqiqə fikirləşim. 3 dənə əsas funksiyası var, hansılardır? Mən deyim, fotosintez. Cansu say. Fotosintez, transpirasiya, bir də ki, qazlar mübadiləsi. Düzdür, tamamilə doğrudur. Gövdənin əsas funksiyası nədir? 2 dənə əsas funksiyası var, ən əsas. Hansıdır gövdənin əsas funksiyası? Gövdən ötürücü, bir də mexaniki də əsas funksiyaları. Ötürücü olaraq mineral və üzüm maddələri daşıyır. Mexaniki olaraq yarpağın içi. Əlaqə. Yəni, kök ilə yarpaq arasında əlaqə yaratmaq. Bir dənə götürdük, yarpağı işığa çıxarmaq. Bir də mexaniki, yarpağı işığa tərəf çıxarılması. Düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm, kökün neçə növ oldu, hansılardır? Kökün 3 dənə növ oldu. Əlavə kök, əsas kök, bir də yan kök. Düzdür, tamamilə doğrudur. İlk hansı yarandı kökün təkamülünü desək? İlk əsas kök. Yox, ilk hansı kök yarandı Xədicə? Bayaq özün dedin. Bayaq sayırdım. Bir dəqiqə. İlk yaranan mənim əlavə kökdür, sonra yan kökdür, sonra əsas kökdür. Ay sağ ol, düzdür, tamamilə doğrudur. Bitkinin kök sistemində neçədən əsas kök götürürük? Mil kök sistemində bir dənə inkişaf etmiş əsas kök olur. Ümumiyyətcə kök sistemində olsun. Bir dənə əsas kök olur. Bir dənə əsas kök olur. Bilavasitə gövdəyə birləşən köklər hansıdır? Əlavə köklərdə bilavasitə gövdədən birləşən yoxsa inkişaf edən? Yox, birləşən deyirəm Xədicə, inkişaf edən demirəm, ağıllı balım. Mən belə hər biri birləşə bilər də. Yox, mən məsələ də yazdırmışdım, ona aid sizə. Bilavasitə gövdəyə birləşən. De görüm Cansu.
Əsas bir də əlavə kök idi. Mənim yan kök birləşmə. Bunu yadına düşdü. Yadıma düşdü Və mənim. əlavə Yadıma kök götürürdük, düzdür. Amma bəs gövdədən inkişaf edən köklər hansıdır? Gövdədən əlavə köklər inkişaf edirdi. Gövdə və yarpaqlardan. Düzdür. Tamamilə doğrudur. Bəs yan kök nədən inkişaf edirdi? Yan kök digər köklərdən inkişaf edə bilirdi. Əsas, əlavə və yaxud Yan yan köklərin özlərindən də inkişaf Hansı edirdi. zonasından inkişaf edirdi yan kök digər köklərin? Necə məli? Yan kök digər köklərin hansı zonasından inkişaf edirdi? Kökün zonaları var da, sorucu, böyümə, bölünmə, Evet. bölücü, hansı zonasından, kollanma düyünü hansı zona götürürdük biz? O yadımda deyil. De görək, Aysel. Ötürücü zonadan müəllim. Ötürücü zonadan, düzdür, tamamilə doğrudur. Yəni, yan kök əsas, əlavə və ya yan kökün ötürücü zonasından neynir? İnkişaf edir, deyirik. Yaxşı, sən mənə də görüm, əsas kök nədən inkişaf edirdi? Əsas kök mənim toxumun düşən kökçüyü ilə inkişaf edirdi. Yaxşı, neçə növ kök generativ orqandan inkişaf edir? Neçə növ kök vegetativ orqandan inkişaf edir? Neçə növ kök generativ orqandan, Ha, neçə neçə növ isə vegetativ orqandan inkişaf edir. Bunun necə deyək? Mənim generativdən əsas kök inkişaf edir bir dənə. Vegetativdən 2 dənə. Həm əlavə, həm də yan köklər. düzdür, tamamilə doğrudur. Çünki əsas toxumdan inkişaf edirdi. Digərləri gövdə və yarpaqlardan və yaxud da köklərin özlərindən. Ay, sağ ol. Əsas kök toxumdan inkişaf edir, yəni o generativ orqandan. Amma əlavə ilə yan kök vegetativ orqandan inkişaf edir deyirik. Düzdür, tamamilə doğrudur. Gövdənin daxili quruluşu hansı qatlardan ibarətdir mənim balam? Say görüm gövdənin daxili quruluşunu. Lap aşağıdan gəlməm. Özəkdir, oduncaqdır, kambidir, fleoma boruları var, arada liflər var, bir də qabıq hissə var. Qabıq da ya dərcik ya da mantardan Quruluşu təşkil olunur. 4 qatdan ibarətdir. Birinci qatın adını de, sonda onun tərkiblərini sayarsan. Gövdənin daxili quruluşu 4 qatdan ibarətdir. Qabıq, Qabıq, kambi, oduncaq, bir də özək. ay sağ ol. Bu 4 qatdan neçəsi xarici qat, neçəsi daxili qat sayılır? Bir dənə qabıq mənim xarici qatdır, digər daxili qat sayılır. Düzdür, tamamilə doğrudur. Yaxşı, qabıq qatı özü nədən təşkil olunub? Qabıq mənim özü dərcikdən və yaxud mantardan. Bir də onun altında nə yerləşirdi dərcik mantarın? Liflər yerləşirdi. Nə lifləri? Nə Flaema. lifləri? Flaema. Fleoma lifləri. Ha? Ümumiyyətcə flaema deyəcəyik. Flaema. Flaema özü də flaema. Həm lifləri, həm də boruları yerləşir. Yəni qabıq, dəricik və ya mantar bir də flaemadan ibarətdir. Bəli. Yaxşı. Səsi bağla sən mənim balam. Cansu, Bəli müəllim. dəriciyin altında nə yerləşir? Canlı hüceyrələr. Yaşıl rəngli ilk Belə qabıq. Bəli. Yaşıl rəngli ilk qabıq yerləşir deyirik. Amma bəs yaxşı, mantarda deyə bilərik, mantarın altında yaşıl rəngli qabıq yerləşir. Bu ifadə doğrudur, yanlış. Xeyr, müəllim, deyə bilmərik, çünki mantar yaşlı zoğlarda, daha sonra qışlanmış gövdələrdə olur. Bəli, və o işığı özündən keçirmədiyi üçün onun altında Yaşıllığını itirir. qabıq, yəni yaşıl hüceyrə qatı öz yaşıllığını neynir? İtirir deyirik. Düzdür, Bəli. tamamilə doğru. Yaxşı, dəricik və ya mantar hansı toxuma deyirik? Örtük toxuması deyildik. Örtük toxuması deyirik, düzdür, tamamilə doğrudur. Bəs yaxşı, flaema özü nədən təşkil olunmuşdu? Flaema qat olaraq, yoxsa flaema borulardır. Borular və Yəni borular və liflərdən ay təşkil sağ olunur. ol. Flaema boruları hansı toxuma götürürük? Flaema boruları ötürücü toxuma götürürük. Flaema liflərini isə mexaniki toxuma. Düzdür, tamamilə doğrudur. Flaema boruları ilə nə daşınır? Flaema boruları ilə deməli deyirdik ki, yarpaqda üzvü maddələr fotosintez prosesi nəticəsində yaranırdı. Bu yarpaqdan yaranan flaema boruların köməyi ilə, vasitəsilə deməli gövdənin qabıq qatından kökə doğru Ay sağ ol. Deməli, istiqamətlənmiş şəkildə maddələr daşınır. bəli, Deməli, üzvü maddələr gövdənin hansı qatı ilə daşınır? qabıq qatı ilə, Bəs su və mineral duzlar hansı qatı ilə daşınır? oduncaq qatı ilə. Oduncaq qatı ilə, düzdür, tamamilə doğrudur.
Çünki kstlema boruları oduncaqda yerləşir deyirik. Əla. Yaxşı, sən mənə de görüm. Deməli, bəs gəldik nəyə? Qabıq qatının altında hansı qat yerləşir? Qabıq qatının altında deyəcək kombi qatı yerləşir. Düzdür. Yaxşı, sən mənə de görüm, qabıq qatında əgər cavan bitkidirsə neçə toxuma qrupu olur? Yaşlı bitkidirsə neçə toxuma qrupu olur? Təkcə qabıq qatında, buyur. Qabıq qatında əgər cavandırsa. Cavan bitkidirsə. Deməli, qabıq qatı xaricdən dedik, örtük toxumanın dəricə ilə örtülmüşdür. Cavan bitkidirsə dəricik. Bəli, bəli, dəriciklə Dəriciyin altında örtülür. nə yerləşir dedik mənim balam? Deməli, yaşıl hüceyrə qatı Yaşlı yerləşir. hüceyrə qatı varsa orada hansı toxumaya rast gələrsən? Fotosintezləyici əsas toxumaya. Deməli, cavan bitkidirsə, Bəli. cavan zoğdursa, qabıq qatı örtük toxuması, sonra fotosintezləyici, Fotosintezləyici əsas toxuma, sonra ötürücü toxuma, bir də mexaniki toxuma. sonra neçə qrup toxuma? 4 qrup. Ay, sağ ol. Bəs yaxşı, əgər yaşlı zoğdursa, qabıq qatı neçə qrup toxuma götürəcəyik? Deməli, müəllimə deyəcək ki, mantarın altında floema boruları və lifləri yerləşdiyinə görə biz artıq orada fotosintezləyici əsas toxumanı götürməyəcəyik. Deməli, örtük olacaq, mexaniki olacaq, bir də ötürücü olacaq. 3 qrup. Düzdür, tamamilə doğrudur. Örtük, mexaniki, bir də ötürücü toxumanı deyəcəyik. Əla. Kombi funksiyası nədir? Hansı toxumadan təşkil olunub deyirik? Kombi qatı Deməli, törədici toxumadan təşkil olunub və nəticədə kombinin əsas funksiyası bitkinin gövdəsinin eninə doğru böyüməsini təmin edəcəkdir. kombidə Daha sonra mitoz yoxsa meoz bölünmə? mitoz bölünmə baş verəcəkdir. Aha. Mitoz bölünmə. Ə, Nəticədə bu bölünmə nəticəsində qabıq və oduncaq hüceyrələri əmələ gələcək. Düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm, mülayim iqlim şəraitində yaşayan bitkilərdə, ağaclarda kombinin bölünməsi hansı fəsildə başlayır, hansı fəsildə başa çatır? Yazda başlayır, payızda başa çatır. Ay, sağ ol, düzdür, tamamilə doğrudur. Yazda əmələ gələn halqalarla payızda əmələ gələn halqaların fərqi nədir mənim balam? Yazda əmələ gələnlərin deyirdi ki, hüceyrələri iri olurdu, halqaları iri olurdu. Çünki burada yazda əlverişli şərait mövcud olurdu. Nəticədə hüceyrələr yaxşı qidalana bilirdilər. Lakin üzü payıza doğru getdikcə əlverişsiz şərait yaranırdı və nəticədə hüceyrələrin ölçüləri getdikcə kiçikləşirdi. Özdə tünd rəngdə olurdu payızda, yazda Bəli, da açıq rəngdə olurdu, düzdür. Bəli. Yazda əmələ gələn hüceyrələr iri, payızda kiçik olurdu. Bu da sərhəd yaradırdı. Və bunun da nəticəsində gövdənin oduncaq hissəsində nə əmələ gəlirdi mənim balam? İllik halqalar. İllik halqalar əmələ gəlir deyirik. Düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm. Ən yaşlı və ən cavan halqanı harda götürürük? Ən yaşlı və ən cavanı Ay, sağ ol. oduncaqda götürürük, ən yaşlı və ən. Yox, onsuz da halqalar oduncaqda. Bəli, hamı oduncaqdadır. Aha, onda ən yaşlı və ən cavanı harda götürəcəyik? Özəyə yaxın olan səncə, yəni özəyə bitişik olan halqa nə Bəli. olacaq? Ən kiçik olacaq. Ən kiçik yoxsa ən yaşlı, ən birinci əmələ Özəl. gələn halqa? Halqalar gözəl harda deyil. əmələ gəlir mənim balam? Harda əmələ gəlir? Halqalar özəkdə əmələ gəlir. Halqa harda əmələ gəlir? Cansu, halqa Odun. nə əmələ gətirir? Başladım, kombidəyim mən özəklə. Kambidə. Deməli, onda kambinin altında kambiyə bitişik olan halqa nə olacaq? Ən cavanı olacaq. Ay, Üzü özəyə doğru getdikcə ən yaşları artacaq. Ay, sağ ol. Özəyə doğru getdikcə yaş artır. Yəni özəyə bitişik olan halqa Ən qoca, yaşlı, bəli, Bəli. kambiyə bitişik olan halqa isə ən ən cavan. yarandığı üçün ən cavan halqa sayılır deyirik. Yaxşı. İllik halqalara görə ağacın yaşını müəyyən edən alim kim olmuşdu? Leonardo da Vinci. Ay, sağ ol. Biotexnologiyada dedik o hansı cihaz aparatı düzəltmişdi? Deməli müəlliməm, Yəni sual cavab elədik axı. bəli müəlliməm, Nə idi yadımdaydı. onun cihazının adı? Dənizə de Şey. görüm nə idi? Səslə bağlı. idi. Quşa baxıb. Ornitopter, bəli, uçan quşları seyr edərək uçan cihaz düzəltmişdi. O cihaza da ornitopter adı vermişdi. Yaxşı, biz ağacın yaşını tutaq ki,
Özəkdən, məsələn, en yaşlı ağacın x yaşı, özəkdən hansı qat götürəsən? X qat. X-cı qat. Bəs kombinən, N çıx X üzərinə gəlsindir. bəs qabığın altında desəm, tutaq ki, en yaşlı ağacın x yaşı qabığın altında. Qabığın altında elə kombi götürmürük. Onda kombinə bərabər qabığı da üzərinə gələsən də, n çıx x Bəli. gələk, İstədə 1, bir 2, 2. bir dənə də qabıq. Bəli. Necə oldu? İndi bir dədir. En yaşlı ağacın x yaşı özəkdən, Özəkdən X qatından, kombidən N çıx X plus 1, qabıqdan isə N çıx X plus 2. düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm. Biz dedik ki, əgər bitkilərin bütün illik halqaların qalınlığı eynidirsə, deməli o harda yerləşir? Və yaxud Ekvator. ekvatorda yerləşir. Yaxşı, şimal yarımkürəsində bitən ağac, biri də var cənub yarımkürəsində bitən ağac. Bunların belə deyək ki, halqaları şimal yarımkürəsində hansı istiqamətdə olan halqaları enli olacaq? Cənub yarımkürəsində olan bitkinin hansı istiqamətdə olan halqaları enli olacaq? Bax, Cansu, belə sual verim. Şimalın hansı hissəsi ekvatora düşür? Aşağı hissəsi. Yəni cənub. Cənub hissəsi. Ay, sağ ol. Ona görə cənub hissəsi daha iri olacaq halqalar. Deməli, şimal Şimal hissəsi hissəsinin cənubu ekvatora düşdüyü üçün orada illik halqalar daha enli olur. Bəli. Amma Şimal hissəsinin cənub bitkisinin hansı hissəsi ekvatora düşür? şimal hissəsi düşdüyünə görə daha iri olacaq. Ay, sağ ol, düzdür, tamamilə doğrudur. Əla. Yaxşı, Cansu, səsi bağla. Arzu, aç görək səsi. Arzu, kök neçə hissə, neçə zona? Kökün 4 zonası var. Bölünmə, böyümə, sorucu, bir də ötürücü. Və hissə desən, Ə, bundan əlavə nəyi götürəcəm. Ay, sağ ol. Ona görə bir hissə 4 zona götürəcək. Bəli. Yaxşı, sən mənə de, tam formalaşmamış borular harda? Tam formalaşmamışı bölünmə zonasında götürürük. Tam formalaşmışı böyümə. Yox, əksinə. Əksinə bölünmə zonasında götürürük. Tam formalaşmamış borular böyümə zonasında. Amma formalaşmış borular harda əmələ gəlmir? Bölünmə. Yox, bölünmədə necə deyil, boru olmur axı. Harda götürürdük uşaqlar? Tam formalaşmamış və foruldə görək İsmail. Erkimən tam formalaşmamış olur bölmə zonasında, tam formalaşmış olur sorusundan ötürücüdə. Bəli, əmələ gəlir sorucuda, amma rast gəlir sorucu və ötürücü zonada. Təsdiqlə xaricdən. Bəli. Yaxşı, kök üstünün funksiyası nədir? Kök üsküyü kökün dip hissəsini, məsələn, daha dərinə enərkən aşınmasının qarşısını alır. Kökün uç hissəsinin zədələnmədən, yəni kök torpaq dərinliyinə doğru gedir. Onu zədələnmədən qoruyur. Düzdür. Kök üsküyündə Ən çox üstünlüyü təşkil edən əsas toxuma götürəcəyik. Bəli, amma rast gəlir. Rast gəlinir, törədici, örtük də götürərik. Əsas da tamamilə doğru. Bəs bölünmə və böyümə zonasında hansı toxumalara rast gəlir? Orada törədici, örtük. Bəs sorucu zonada? Törədici, örtük, bir də ötürücü. Törədici demir. Aynen. Örtük əsas, ötürücü deyil. Bəs ötürücü zonada? Orada da ötürücü, örtük. Bir də əsas. Bir də əsas. Ən uzun zona. Ötürücü. Ötürücü zona. Əmci tellər hansı zonada yaranır? Sorucu zonada yaranır. Əmci tellərin ömrü nə qədərdir? 10-20 gün. Əmci tellər məhv olduqdan sonra əvvəlki sorucu zonanın yerində hansı zona yaranır? Ötürücü zona. Ötürücü zona yaranır. Tamamilə doğru.
Yaxşı. Arzu. Sən mənə de görüm. Deməli biz gövdənin kombinatında hansı toxuma neçə toxuma? Deməli, kombinatında törədici toxumaya rast gələcəyik. Düzdür, tamamilə. Bəs oduncaq kartı, gövdənin oduncaq kartını mənə deyə bilərsən? Arzu, oduncaq kartını mənə deyə bilərsən? Təkrar eləməmişsən Arzu. Eləmişəm elə. Bəs de də. Kambidən aşağıda yerləşir, özəklə kambi arasında olur. Burada oduncaq boruları olurdu. Oduncaq boruları və oduncaq bilikləri. Bəli. Aha. Deməli, hansı toxuma götürürük? Ötürücü toxuma. Düzdür. Həm də iki toxuma da götürərik. Mexanik toxuma da götürə bilərik. Yaxşı, oduncaq biliklərindən nə hazırlanır? Oduncu aktivlərindən. Nə hazırlanır uşaqlar? Aysel, nə hazırlanır oduncaq biliklərindən? Aysel. Bir dəqiqə mən. Ayda. De görək Qəmirə. Bəli, sırf ipək hazırlanır. Oduncaq biliklərindən sırf ipək hazırlanır deyək. Yaxşı, gövdənin mərkəzində yerləşən qat hansı qat oldu Arzu? Özək qatı. Özək qatı. Özək qatının belə deyək ki, yalnız canlı hüceyrələrdən ibarətdir. Bu ifadə doğrudur, yanlışdır. Doğrudur. Xeyr. Əsasən canlı hüceyrə. Sırf dedim kitab cümləsi. Yəni ölü də ola bilər. Özəkdə hansı toxuma götürülür? Əsas toxuma, ehtiyat toplayıcı. Düzdür, tamamilə doğru. Özəkdə toplanan bu ehtiyat maddələri digər qatlara nəyin vasitəsilə satılır? Özək şüaları ilə. Özək şüalarını gövdənin hansı qatında rast gəlir? Bütün qatlarda rast gələ bilərik. Düzdür, tamamilə doğru. Hansı bitkilərdə özək bərk olur? Deməli, palıdla qarağatda bərk olur, gəndəlaşda yumuşaq. Düzdür. Özəkdə neçə toxuma qrupu var? Özəkdə əsas rast gəlirik. Aha. Sıra. Bəli, bir dənə əsas. Ehtiyat toplayıcı əsas toxuma deyəcəyik. Bəli. Arzu, yarpaq minimum neçə hissədən ibarətdir? Yəni maksimum neçə hissədən ibarətdir? Minimum bir hissədən, yalnız ayadan ibarətdir. Oturaq yarpaqlı bitkilərdə maksimum 3 hissədən ibarətdir. Yarpaq atdığı, saplaq, bir də ayadan. Aha. Buğum nədir? Arası nədir? Buğum yarpağın zoğa birləşdiyi hissəsi buğum olur. İki buğumun arasında qalan hissə buğum arası adlanır. Düzdür, tamamilə doğru. Bəs yaxşı, yarpaq qoltuğu nə idi? Yarpaq qoltuğu yarpağın saplağının zoğa birləşən hissəsindən əmələ gətirdiyi bucaq. Yox, deyirik ki, yarpaq saplağının yarpaqla qoltuğun ifadə edən buğum arasında qalan bucaq nə adlanır? Yarpaq qoltuğu adlanır. Bəs qoltuq tumurcuğu nə idi? Həmin hissədə olan tumurcuq. Yəni yarpağın qoltuğunda olan tumurcuq nə adlanır? Deməli, tumurcuq adlanır. Qoltuq tumurcuğunun sayı yarpağın sayına bərabər olur. düzdür, tamamilə doğru. Bir zoğun üzərində iki dənə təpə tumurcuğu var. Bir dənə. Bir dənə təpə tumurcuğu var. Düzdür, tamamilə doğru. Yaxşı Arzu, səsi bağlar. İsmail. Zoğ üzərində düzülüşünə görə tumurcuqları neçə yerə böldük, hansılardır? Demək ki, mən təpə tumurcuğu, əlavə tumurcuq, bir də yan tumurcuq. Belə əlavə onsuz da yan tumurcuğa aiddir. Təpə və yan tumurcuq deyəcəyik. Bəli. Yaxşı, yan tumurcuğun özünü neçə yerə böldük? Yəni ki, əlavə tumurcuq, bir də yatmış tumurcuq. Bir də qoltuq tumurcuğu deyək. Bəli. Aha. Yaxşı, sən mənə de görüm.
Bir zoğun üzərində dedik bir təpə tumurcuğu var. Kökdə və gövdədə yalnız hansı tumurcuğa rast, belə kökdə və yarpaqda yalnız hansı tumurcuğa rast gəlinir? Köklə mən yarpaqda yalnız elə ki əlavə tumurculara Ay, mənim sağ yan ol, tumurcular. düzdür. Kökdə və yarpaqda, kökün və yarpağın şəkil dəyişmələrində yalnız əlavə tumurcuq götürəcəyik, düzdür. Yaxşı, sən mənə de görüm, təpə tumurcuğundan nə inkişaf edir, yan tumurcuqdan nə inkişaf edir? Təpə tumurcuqda mən bilirəm ki, zoğun gövdəsini inkişaf edir. Əsas Yəni gövdən inkişaf hə, edir, bəli. düzdür, tamamilə doğrudur. Yan tumurcuqdansa budaqlar və bir də yarpaqlar inkişaf edir. Düzdür, tamamilə doğrudur. Yaxşı, bəs inkişaf tipinə görə tumurcuqları neçə yerə böldük? İnkişaf tipinə görə, vegetativ, generativ. Düzdür, tamamilə doğrudur. Vegetativlə generativin fərqi nə idi? Ev ki, mən vegetativdə biz deyirik ki, vegetativ tumurcuqlar kiçik olur. Aha. Kiçik olur, amma generativ tumurcuqlarsa daha iri formada İri olurlar. girdə olurdu, düzdür. Vegetativ tumurcuğun içərisində nə yerləşirdi? Generativ tumurcuğun içərisində nə yerləşirdi? Mən vegetativ tumurcuğun içərisində zoğ olurdu. Yəni sonra gövdənin başlanğıcı olurdu, zoğun başlanğıcı olurdu, bir də tumurcuğun başlanğıcı olurdu. Rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olurdu. Evet. Və bu vegetativ tumurcuğun içərisində olan bu rüşeym halında tumurcuqdan nə inkişaf edirdi? Gövdə. Gövdə və yarpaq, düzdür. Bəli. Bəs generativ tumurcuğun içərisində nə yerləşirdi? Orada mənim bildiğim ki, çiçəyin başlanğıcı idi. Çiçək başlanğıcı olurdu, bəli. Və buradakı tumurcuqdan əsasən çiçək və çiçək qrupu nə edirdi? İnkişaf edirdi. İnkişaf edir. Ya təsir bir çiçək, ya da ümumi çiçək. Düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm. Dedik yarpaq minimum bir hissədən. Minimum bir Bəli. hissədən olan yarpaqlara misal de. Məsələn, mən oturaq yarpaqlar sayılırlar. Yəni yarpaq ayası təkcə yarpaq ayasında təşkil olunur. Ha. Ev ki, mən bunlara aloe, qərənfil, kətan, ondan sonra məsəl üçün ağava, bir də ki, əzva Düzdür, göstərmək. tamamilə doğrudur. Yarpaq saplağının funksiyası nədir? Yarpaq saplağının funksiyası odur ki, yarpaq ayasını sonra bərkidir. Bu birinci funksiyadır. İkinci funksiya kimi məsəl üçün ehtiyat, yəni qida maddələrinin istiqamətini yönəldir. Hərəkətini təmin edir. Bəli. Aha. Bir də ki, yarpağı işığa çıxarır. Düzdür, tamamilə doğrudur. Əla. Yaxşı, yarpaq əsası nə idi bəs? Yarpaq əsası- Biz yarpağın hissəsi kimi götürürük, yoxsa götürmürük? Onu mənim yarpaq əsasını ki, yarpağın zoğunun, yəni yarpaq saplağının genişlənmiş hissəsi kimi götürür. Ay, Yəni sağ ol. hissə kimi gəlir, yəni saplağın hissəsi kimi götürür. Yəni Və saplaqdır. Konkret olaraq yarpaq əsası saplaqdır. Onu ayrıca hissə kimi götürmürük. Çünki Bəli. saplağın gövdə ilə birləşən genişlənmiş hissəsinə deyirik yarpaq əsası, düzdür. Yaxşı, yarpaq altlığına hansı bitkilərdə rast gəlirdik? İtburnu, qızılgül, bir də ki, mənim ağ akasiya. Düzdür, tamamilə doğrudur. Yaxşı, sadə yarpaq nədir, mürəkkəb yarpaq nədir? Sadə yarpaq odur ki, mən onun ki, saplağında bir dənə yarpaq ayası olursa, bu sadə yarpaqdır. Yəni bir dənə saplaqda iki və daha artıq yarpaq ayası olursa, Birdən çox ayağı olarsa, bu mürəkkəb yarpaqdır, düzdür. Sadə yarpaqlara misal de. Sadə yarpaq mən məsələn buna toz ağacı, dəmir ağac, alma, palıd, heyva, üzüm, yəni bunları misal göstərmək olar. Günə baxan və s. düzdür, tamamilə. Və əncin Bəs yaxşı, bitkisindən. mürəkkəb yarpaqlara nəyi misal deyə göstərə bilərik? Mürəkkəbdən ki, mən onlar müxtəlif hissələrə ayrılır. Ki, məsəl üçün Sən sual cavab eləyim, çıxarsan, balamsan. Aha. ki, mən tək ələk var, cüt ələk var, barmaq var, üç vari barmaqlar ayrılır. Yaxşı, İsmail, kifayətdir mənim balam. Təkrar dönərik. Qoy Aysel çıxacaq, dərsə qoşulur. Aysellə tez sual cavab eləyim. Aysel, mürəkkəb yarpağın bütün formalarına rast gəlinir hansı fəslədə? Paxlalar fəsiləsində rast Misal gəlinir. görək. Məsələn, acı paxla mürəkkəb yarpaqlara aiddir. Ondan sonra Yəni acı- barmaqvarıdır. barmaqları mürəkkəb yarpaqlara aiddir. Fəsindən olan acı paxla barmaqvarı. Aha.
Sonra məsələn lobya aiddir üçər mürəkkəb yarpağa. Sonra məsələn deməli atşabalı yox, bir dəqiqə. Akasiyalar. Akasiyalar məsələn lələkvarilərə aiddir. Hansı akasiya tək, hansı cüt? Şeydir, sarı akasiya cüt lələkvaridir, ağ akasiya tək lələkvari. Düzdür. Noxud da özü də paxlallardır. Bəli. Bu da cüt lələkvaridir. Düzdür. İtburnunun bir mürəkkəb yarpağında maksimum neçə yarpaqcıq, minimum neçə yarpaqcıq? Minimum 5, maksimum 7 yarpaqçıq olur. Düzdür. Əgər üçərələr nəyi misal deyə bilərik? Üçərə. Deməli üçərlərə bir dəqiqə. Deməli moruq, lobya, çiyələk, börtükən. Aha. Əgər lobyada 30 dənə aya varsa, neçə dənə saplaq var? Bir dəqiqə. Yox, Düz dedin. Saplaq- Bir saplağa 3 aya birləşir. bəli. Hətta orada neçə dənə yarpaq var deyirəm, mürəkkəb yarpaq var deyirəm, 30 dənə. Yəni onlarda bir yarpaq 3 ayadan və ya yarpaqcıqdan ibarətdir. Bir saplağa 3 yarpaqcıq, yarpaq birləşir demirik ha. 3 yarpaqcıq və ya aya birləşir deyirik, düzdür. Yaxşı, sən mənə tək lələkvarilərə misal de. Deməli təkrar var. İtburnu, qızılgül, ağ akasiya, bir də Lələkvarilərə Yox. misal de. bir dəqiqə var sarı akasiya, noxud lələk. Təkdir, noxud təkdir, aha. Barmaqvariyə. Barmaqvariyə deməli itburnu, qızılgül, atşabalı. Ay qız, barmaqvari, ay sel, qarışdırma aləmi. Qız, Barmaqvariyə müəllim atşabalıdır, çətənə, acı paxla. üçərə, Üçərə deməli çiyələk, börtükən, moruq, bir də lobya. düzdür. Zoğ üzərində düzülüşünə görə yarpaqları neçə qrupa böldük? 3 qrupa bölürük. Növbəli, topa düzülüş, bir də qarşı-qarşıya düzülüş. Növbəli düzülüşdə bir buğma neçə yarpaq? Bir buğma, bir yarpaq. Aha, misal. Deməli alma, cökə, toz ağacı bunlar aid. Toz ağacında 10 dənə yarpaq varsa, zoğ üzərində 10 yarpaq varsa neçə buğma arası götürəsən? 9 dənə buğma arası. Düzdür, tamamilə doğrudur. Qarşı-qarşıya düzülüş necə deyirdik? Qarşı-qarşıya düzülüşüb bir dənə buğma, 2 yarpaq birləşir. Yarpaq. Yarpaq Bəli. deyirik, yarpaqcıq demirik. Yaxşı, buna nəyi misal deyirik? Nanə, reyhan, yasəmən bunlar aid. Qarşı-qarşıya düzülüşdə n dənə yarpaq varsa nə qədər buğum götürəsən? N dənə yarpaq varsa n bölü 2 dənə buğum var. Bəs buğum arası? N bölü 2 minus 1. Düzdür, tamamilə doğrudur. Növbəli düzülüşdə n dənə yarpaq varsa neçə dənə buğum? N dənə yarpaq varsa n dənə buğum var, n minus 1 dənə buğum arası var. Düzdür, tamamilə doğrudur. Əla. Yaxşı, n dənə buğum varsa, buğum arası varsa, qarşı-qarşıya düzülüşdə yarpağı necə tapasan? Buğum arası n. Buğum arası n-dirsə, onda n-in üstə 1 gələcəm, elə yarpaqların sayı da ona bərabər olacaq. Qarşı-qarşıya düzülüşdə. Yox, qarşı-qarşıya da 2-yə vuracam. N üstə gəl 1 vursun 2. Doğrudur. Topal düzülüşdə bir buğma minimum neçə yarpaq? Minimum 3. Aha, 3-dən çox olanda da özü bizə verəcək. Evet. Məsələn, bunlarda tutaq minimum buğma birləşən minimum yarpaq sayını tutaq sənə n verib. Onda buğumun sayını Minimum n bölü 3 olacaq buğum sayı. ay sağ ol. Amma orada maksimum buğum alasan. Tutaq n dənə yarpaq verib maksimum buğum soruşuramsa, sən n-i 3-ə böləndə daha böyük qiymət alasan. Bəs buğum arası N bölü 3 minus 1. düzdür, tamamilə doğrudur. Yarpaq damarlanması nəyə deyilir? Yarpaq damarlanması yarpağın üzərində yerləşən damarlara, yəni ki, Yarpaq boyunca damarların keçməsi. Aha. Damarlar hansı funksiyanı yerinə yetirir? damarlar bir maddələrin daşınmasında, yarpağın elastikliyinin qorunmasında iştirak edir. Bir də nəqliyyat sistemində deyirik. Aha. Yaxşı, yarpaq damarları hansı toxumalardan təşkil olunur? Deməli, yarpaq damarlarında deyirik ki, yarpaq damarları bir borulu damarlar olur, bir də lifli. Ona görə deyir ki, həm Damar dəsti deyirik. ötər. Borulu lifli damar dəsti deyirik. Aha. Deməli, Həm- damarlar, borular. həm də ötürücü. Ay sağ ol, düzdür, tamamilə doğrudur. Hər üç yarpaq damarlanmasına rast gəlirik hansı fəslədə? Zambaqlar fəsləsində. Zambaqlar fəsləsində, düzdür. Misallardır. Məsələn, soğanla sarımsaqda paralel damarlanmadır, qarğa gözündə torbayı damarlanmadır, inci çiçəyində isə göz damarlanmadır. Düzdür, tamamilə doğrudur. Ana damar hansında götürürdük? Şeydə, torvarıda. Aha, bir ayada neçə ana damar? Bir ayada Aha, bir yarpaq ayasında neçə ana damar?
Bir dənə anadan var. Ay birdən çaşdım üzr istəyirəm, birdən. Bunda minimum neçə anadan var? İtburunun bir mürəkkəb yarpağında. Minimum neçə anadan var? Maksimum neçə anadan var? Minimum 5, maksimum 7. 7, düzdür. Məsələn, çiyələyin bir yarpağında neçə anadan var? Çiyələkdə 3-ər mürəkkəb yarpaqdır. Ona görə də 3. Düzdür, tamamilə doğrudur. Yaxşı, iki ləpəlilər sinfində hansı yarpaq damarlanmasına rast gəldik? Ki, torvariyə bir də göstəriyə rast gəlirik. Əksərlərində torvaridir, bir dənə deyirik ki, bağa yarpağında istisna olaraq göstəridir. Amma bir ləpəllərdə Biləpəllərdə isə demək olar ki, biləpəllərin taxıllar fəsiləsində paraleldə deyirik. Zambaqlar fəsiləsində göstəri. yox, zambaqlarda bayaq nə dedik biz? Yarpaq damarlanmasının hər üç formasına. Aysel, özün misal dedim. Bir də deyil, zambaqlarda soğan, sarımsaq necə damarlanır? Paralel. Aloe inci çiçəyi. Onda göstəri idi. O birisi qarğa gözündə isə torvari idi. Ay sağ ol. Deməli zambaqda deməli bir ləpəllər sinfində hər üç yarpaq damarlanması var. Bağa yarpağı başqa hansı xüsusiyyətinə görə sinfinin xüsusiyyətini daşımırdı, istisnalıq təşkil edir? Buyurur ki, saçaqlı kök sisteminə malik olurdu. Əksinə mil olmalı idi, amma saçaqlı olur. Düzdür, tamamilə doğrudur. Əla. Yaxşı. Aysel, səsi bağlaya bilərsən. Həlimə. Mən Hə. Həlimə, sən mənə de görüm, mənim balam. Yarpağın daxili quruluşuna keçək, hüceyrəvi quruluşu. Yarpaq xaricdən nə ilə örtülmüşdür? xaricdən dəricə ilə ölçülüb, altında yarpağın neçə Dəricik hüceyrələri, yarpağın dəricik hüceyrələri yalnız şəffaf hüceyrələrdən ibarətdir. Bu ifadə doğru, yanlış. ağızcıq hüceyrələr yaşıl, Aha, yəni bəli. dəricəyin yaşıl hüceyrələrindən əmələ gəlir. Şəffaf həm də yaşıl hüceyrədən ibarətdir. Yaşıl rəngli dəricik hüceyrələri nəyə əmələ gətirir? Ağızcıq hüceyrələr. Düzdür, ağıcığı əmələ gətirir deyirik. Düzdür, tamamilə doğrudur. Bəziləri yaşıl olub ağıcıqlı. Ağıcıq hüceyrələrini yox, ağıcığı. Yəni ağıcıqdakı qapayıcı hüceyrələr deyirik. Yaxşı, sən mənə de görüm. Yəni yarpaqdakı dəricik hüceyrə, biz həmişə yadınızda saxlayın uşaqlar. Yarpaqda dəricik hüceyrələrinin sayını hesablayanda ağıcığın qapayıcı hüceyrələri ilə şəffaf hüceyrələrin cəmini nə edirdik? Toplayırdıq. Yadınıza gəlir? Aha. Çünki orada yaşıl hüceyrə deyəndə qapayıcı hüceyrələri nəzərdə tuturduq. Şəffaf hüceyrə də şəffafdır. Yarpağın daxili quruluşu hansı hissələrdən ibarət idi? De görüm. Dəricik, lət, bir də damarlardan. Dəricik, lət, damarlardan. Dəricikdə nə yerləşir? Şəffaf hüceyrə, bir də yaşıl, ağızcıq, bir də şəffaf hüceyrə. Ağıcıqlar yerləşir. Hansı bitkilərdə ağıcıqlar üst dəricikdə, hansında həm üstdə, həm altda, hansında altda götürürdük? Buyur. Əksəriyyətində altda götürürdük. Victoria. Aha. Suzan Suzanbağın Bakteriya taxıllarda. Onlarda üstdə götürürdük. Kələmdə, bir də Süsəndə hər iki tərəfdə götürürdük. Hər iki tərəfdə götürürük. Düzdür, tamamilə doğrudur. Yaxşı, sən mənə de görüm. Deməli, dəricik hansı toxumadan ibarətdir? Örtük toxuması. Örtük. Hansı toxumadır ki, həm fotosintez edir, həm qazlar mübadiləsi, həm transpirasiya? Elə örtük toxumasıdır. Səbəb? Qapayıcı hüceyrələr həm transpirasiya, həm də tənəffüsdə iştirak edir. Qapayıcı hüceyrələrdə nə gedir? Transpirasiya, bir də Həlimə, qapayıcı hüceyrənin xlorofili var. Orada nə gedir? o da fotosintez gedir. Ağızcıqlarda. Ağıcıq yarığında Tənəffüslə transpirasiya. ay sağ ol. Deməli, ağıcığa görə götürürük. Biz bayaq dedik ki, dəricik hüceyrələrinin bəziləri yaşıl rəngli olub ağıcıq əmələ gətirir. Deməli, ağıcıq dəricik hüceyrələridir və örtük toxumasıdır. Ağıcıqda da həm fotosintez gedir qapayıcı hüceyrələrdə, həm qazlar mübadiləsi gedir ağıcıq yarığında, həm də transpirasiyada yenə gedir ağıcıq yarığında. Yaxşı, sən mənə de görüm, bunları dedik. Başqa yarpağın daxili quruluşunda xlorofilə malik olan hüceyrələr, qapayıcı hüceyrələrdən başqa nəyi götürürdük? Lətində olan süngərvari və sütunvari. Tamamilə doğrudur.
Sütunla süngərin fərqi nə idi? Deməli, sütun daha sıx yerləşirdi, fotosintez burada gedirdi. Süngərdən daha çox xlorofillə malik idi. Hı -hı. Süngərdə isə aralarında boşluq olurdu, qazlar mübadiləsi gedirdi. Bəli, orada süngərin özündə fotosintez də gedir. Sadəcə arasındakı o hava boşluqlarında qazlar mübadiləsi gedir deyirik. Düzdür. Amma həm sütun, həm süngərvari toxumanın hüceyrələrində fotosintez gedir deyirik. Yaxşı, sən mənə de görüm, yarpaq lətini dedik, dəriciyi dedik. Bəs yarpaq damarları nədən təşkil olunub dedik? Deməli, borulardan təşkil olunmuşdu. Bir də, Xilema və filem boruları. bir də liflərdən təşkil olunub. Görmüşdür. Aha, borular hansı toxumadır? Borular əsas toxumadır. Liflər isə mexaniki toxuma. Həlimə, fikirləş cavab ver. Borular nə vaxtdan əsas toxum olub mənim balam? Yox, mən ötürücü toxumalar. Bəli, borular ötürücü toxuma götürürük. Liflər isə mexaniki. İndi burada ötürücü toxuma, borular deyəndə ancaq ksilema, flema, yoxsa hər ikisini götürürük? Borular deyəndə hər ikisini. Ay sağ ol. Çünki yarpaq damarlarında ksilema boruları da var, flema boruları da var. Yaxşı, onda sən mənə de görüm. Əksər bitkilərdə yarpaq ayasında yarpağın daxili quruluşu neçə qrup, neçə növ toxumadan təşkil olunub? 4 qrup toxuma var idi. Mexaniki toxuma, ötürücü toxuma, örtük, bir də qaldı. Örtük. Bax, 4 əsas toxuma, əsas törətmə, ifrazat, örtük, ötürücü, mexaniki. 4 düz dedin. İndi növlərini deyək. Buyur. Məsələn, əsasın fotosintez edici var, ehtiyat toplayıcı var. Fotosintez edici var. Düzdür. Yəni, özü də fotosintez edici, özü də orada 3 növdür. Fotosintez edici bu bir qrup götürdün. Əsas fotosintez edici. Dəricik, sütun, süngər toxuması deyirik də. Bu getdi 3 dənə bu. 3. Sonda. Sonra mexaniki toxuma var liflərdə. Üzrü sayın orada da qapayıcı hüceyrələr. Qapayıcı hüceyrə, sütun, süngər. Qapayıcı hüceyrə də dəricikdir da, bu baxımdan götürürük. Aha, 3 dənə orada. Örtükdə, örtüyün özündə yalnız dəricik. Hələ ki 3 növ oldu. Ötürücüdə flema və ksilema var idi. 2 növdə bu oldu 5. Mexaniki də 1 növ oldu 6. Deməli, dəricik, sütun, növ deyəndə, qrup deyəndə 4 qrup. Əsas fotosintez edici, örtük, ötürücü, mexaniki. Növ deyəndə dəricik, sütun, süngər, flema boruları, yarpaq borucuqları, yəni ksilema boruları və mexaniki. Görsən, 6 növ oldu. Bəs istisna hansı bitkinin yarpağı idi ki, orada törədici toxuma var idi? Daxili quruluş. Erkək qızılda törədici toxuma var idi. Həşərat tutan bitkilərdə isə ifrazat toxuması. Həşərat tutan deyəndə şeç çiçəyindən nepentez. Orada ifraz olunur da. Şeç çiçəyindən nepentezdə isə ifrazat toxuması deyəcəyik. Düzdür, tamamilə doğrudur. Yarpaq borucuqlarında nə hərəkət edir? Flema borularında nə hərəkət edir? Flemada üzvü maddələr hərəkət edir. Flemada isə su və mineral duzlar. Düzdür, tamamilə doğrudur. Əla. Əla mənim balam. Həlimə, sən mənə de görüm. Kartofu İngiltərəyə kim tərəfindən gətirilmişdi? Drake tərəfindən. Drake tərəfindən gətirilmişdi. Düzdür, tamamilə doğrudur. Yaxşı, gələk nəyə? Uşaqlar, kimlər qaldı sual cavab eləmədiyim? Fatimə, aç görüm səsi. Hə, sən hələ bunu da mənə de görüm. Zoğun yeraltı şəkil dəyişməsinə nələrə aiddir Həlimə? Zoğun yeraltı meyvə köklərindən kök yumruları. Zoğunu kökündür. Gövdənin yeraltı şəkil dəyişməsi. Deməli. Kökümsov, gövdə yumruları, soğanaqlar. Soğanaqlı yumru. Yaxşı, Fatimə. Gövdənin vəziyyətinə görə bitkiləri neçə qrupa böldük? Sürünənlər, sərilənlər var. Dikduranlar və sərilənlər. Dikduranların özünü neçə yerə böldük? Onu da 3 yerə böldük.
böldük. Ağac, ot, kol. Aha. Dikduranla sərlənin fərqi nə idi? Birində mexaniki toxuma yaxşı inkişaf Hansında? edir. Bizimkilərin Birində dik hansıdır? duranlar, dik duranlarda mexaniki toxuma yaxşı inkişaf edir. Diğerində sərlənlərdə isə zəif inkişaf edir. Düzdür. Dikduranların özünü neçə dedik, ağac, ot, kol, hə, bunları dedik. Sərlənlərin özünü neçə yerə böldük? Onu da 3 yerə böldük. 3 yerə böldük. Aha. Sərlənləri Düzdürsən. 3 yerə. 3 yerə böldük. Hansılardır? Sürünənlər, sırmaşanlar, bir də dırmaşanlar. Sarmaşan, bir də dırmaşan. Hə. Sürünənlərə misal de. Sürünənlərə misal 3 yarpaq yonca, çiyələk, ondan sonra Qarpız, yemiş, xiyar, buranı. Aha. Sarmaşanlara misal de. lobya, bir də ki çöl sarmaşan. Dırmaşanlara misal de. Dırmaşanlara da boranı, üzüm, Üzüm, boran demək. Üzüm, axı biz boranı, xiyar, qarpız, yemiş, boranı bunları sürünən hə, götürmüşdük. onu da daş sarmaşan. Daş sarmaşığı, Noxud bir də. üzüm, noxud. Bunlar isə dırmaşanlara aiddir. Dı. Daş sarmaşığı dırmaşandır. Çöl sarmaşığı isə sarmaşan deyirik. Bəs mən bu gün kim yazmamışdı onu ki, Boranı da deyildi Yox, şey. mənim balam, yox. Boranı sürünənlərə, boranı, yemiş, qarpız, onları sürünən götürürük. Yaxşı. Gəldik nəyə? Sən mənə de görüm. Gövdənin hansı şəkil dəyişməsidir ki, onlarda həm yeraltı, həm də yerüstü yarpağa rast gəlirik? Şəkil dəyişmələri oxumamışam. Oxumamısan. Amma bugün atmışlar, PDF yazabildim, bugünə vermədim. Oxumamısan, hə onu? Olmaz. Vay, bax, o çox pis oldu. Olmaz. Yaxşı. Gəldik belə. Sən mənə də görüm, gövdənin daxili quruluşu hansı qatlardan ibarət oldu? Odunca, tambi, özək, sulama, pısa qabı. Yox, floema qabıq qatının tərkibində idi. Qabıq, kambi. Qabı, tambi, odunca, bir də özək. Kökün neçə növ var, hansılardır? Kesin biz dedik ki 2 növ var. Mil, bir də satarı. O sistemdir, növ. Yan, əlavə, əsaslı. Əsas kök nədir? Əlavə kök nədir? Yan kök nədir? Bir şeylə inkişaf eləyən əsas Bir şeyin köküdür. kökü ilə inkişaf edən əsas kök, Ondan sonra gövdədən inkişaf eləyən əlavə kök. gövdə və yarpaqdan inkişaf edən əlavə kök, Əlavə, ondan sonra yan kökdə əlavə kökdən inkişaf edir. əlavə əsas yan kökdən. Kökdən inkişaf edən kök isə yan kökdür. Qənirə, sən mənə de görün, bitkidə neçə cür kök sistemi var, hansılardır? Mən 2 cür kök sistemi var, mil və saçaqlı. İlk hansı yaranıb təkamüldə? İlk saçaqlı. Hansı bitkilərdə, hansı erada, hansı devirdə? Paleozoy erası silur dövrü qıcı kimlərdə. Düzdür. Daha sonra isə mil kök sistemi bəs hansı devirdə yarandı? Hansı? O isə paleozoy erası devon dövrü çılpaq toxumlardır. Düzdür, tamamilə doğru. Yaxşı, Qənirə, sən mənə de görün, mil kök sistemi bitkinin hansı şöbələrində rast gəlir? Saçaqlı kök sistemində hansı şöbələrdə rast gəlir? Deməli, mil kök sistemi əsasən 2 ləpərlərdə, saçaqlı isə əsasən 1 ləpərlərdə rast gəlir. İndi ləpərlərdə yalnız kök sisteminə mi rast gəlir? Xeyr, həm də saçaqlı var. Məsələn, bağa Bir yarpağı. ləpərlərdə mil kök sisteminə rast gəlir, saçaqlıda. Bəs bir ləpərlərdə, Bir ləpərlər isə saçaqlı kök sistemi. deməli, toxumlar şöbəsində bir kök sistemi də var, saçaqlı kök sistemi də var. Bəs qıcı kimlərdə hansı kök sistemi götürürük? Qıcı kimlərdə saçaqlı. Düzdür. Bəs mamırda? Mamurda kök yoxdur. Ay, sağ olar. Bəs çılpaq toxumlarda? Çılpaq toxumlarda mil ilk dəfə onlarda yaranıb. Bəli, ancaq bir kök sistemidir. Kök olmayan bitkilər. Kök olmayan bitkilər yosun, mamır, qovuqlu bitki, Tamamilə doğru. Yosunlar, mamır və qovuq. Bunlarda kök nədir? Qovuqlu deyəcək. Tamamilə doğru. Əla, balam.
Yaxşı, sən mənə de görüm. Bunları da sadaladıq. Sadə yarpaq, mürəkkəb yarpaq. Ləpəllər, bir ləpəllər. Hansında sadə, hansında həm mürəkkəb, həm sadə. Deməli, bir ləpəllərdə sadə yarpaq, iki ləpəllərdə həm sadə, həm mürəkkəb. Düzdür, tamamilə doğru. Yaxşı, sən mənə de görüm. Ucunun saçaqlı kök sistemi neçə növ kökün cəmindən ibarətdir? Toxumla çoxalan örtül toxumlu bitkilərin saçaqlı kök sistemi neçə növ kökün cəmindən ibarətdir? Deməli, toxumla çoxalırsa orada həm əsas kök, əlavə və yan kök var. Saxlarda isə əlavə yan. Amma bağa yarpağında əsas Gəlir, mən sənə başqa sual verirəm. Sən ilk öncə mənə de görüm, kimlərin saçaqlı kök sistemi neçə növ kökün cəmindən ibarətdir? Hansı köklərin cəmindən? əlavə və yan. Ay, sağ ol. Bəs toxumla çoxalan örtül toxumlu bitkinin saçaqlı kök sistemi neçə növ kökün cəmindən ibarət olacaq? Toxumla çoxalırsa 3 növ, əsas, əlavə, yan. Aydın oldu mu? Yaxşı, sən mənə de görüm. Yarpaq minimum neçə hissə, maksimum neçə hissə? Minimum 1, maksimum 3. Düzdür. Maksimum 3 hissədən olanlara misal demirlər, minimum 1 hissədən olanlara da misal. İtburnu, akasiya, Düzdür, tamamilə doğru. Bəs bir hissədən ibarət olan oturaq yarpaqlar, kənaf, qərənfil, aloya, aqava, bunları bilir. Yarpaq damarları hansı toxumalardan təşkil olunur? damarlarına deyir ki, borlu lifli damar dəsti, onlarda mexaniki, ötürücü, Aha, mexaniki və ötürücü. Neçə qrup, neçə növ? İndi qrup və növ olaraq qruplaşdıraq. damarında. Damarda, sırt damarda. Deməli, ötürücü dedimsə, ötürücü bir qrup 2 növdür. Ay, Flaymax. sağ ol. Mexanikdə bir növ, bir qrup 1 növ. Ay, sağ ol. Deməli, 2 qrup, 2 qrup 3 növ. düzdür. Bütün yarpaq damarlanmasına rast gəldik hansı fəslərdə? Zambaq kimlərdə? Mürəkkəb yarpağın bütün formasına rast gəldik hansı fəslərdə? Onlar fəsləsi. Misallar deyək. Məsələn, içərilərdə lobyan deyirdik. Barmaq varida acı paxla. Cücərək varida ağa kasiya. Cücərək varida noxud, lərgə, sarı akasiya. Ay, sağ ol, bu paxlallar fəsli. İndi yarpaq damarlanması, zambaqlarda dedim, hər üç yarpaq damarlanması misal. Zambaqlarda deyir ki, torvallərdə qarğa gözü, paraleldə soğan, sarımsaq, Göğsvaridə inciçək. Düzdür, tamamilə doğru. İnci çiçəyi, göğsvari, soğan, sarımsaq, paralel. Yox, bir dəqiqə. İnci çiçəyi, göğsvari. Bəs torvariyə nə dedi? Torvariyə, qarğa gözün dedim. Düzdür mənim baba, məlumat. Yaxşı uşaqlar, səsi bağlaya bilərsiniz.